Salam, axşamınız xeyir olsun. Deməli uşaqlar, Temuda belə bir kampaniya çıxıb. İndi bioda linki qoyacağam. Linkin üstünə girirsiniz, o mənim linkimdir. Orada Temus olanlar indi qəbul et yazacaq, olmayanlara Temu yükləməlidir, yəni. Temu proqramı yükləməlidir. Yükləyəcək, belə basacaq, çarx gələcək. Bu belə bir şey olacaq, addım 1. Belə bir şey olacaq. Baxın, bunlar gələcək. Bütün hədiyyələr pulsuz. Məsəl üçün belə bir şey deyək. Deməli, birinci səhifə açılan kimi ya Temu yükləməmişsə yükləyin. Temu yükləyəndən sonra qəbul edirsiniz. Linkdəki promo kodu. Qəbul edə basırsınız, bu gələcək. Burada hədiyyələri seçirsiniz uşaqlar. Amma yəni burada telefon falan var, bax dayanıqlı. İndi sizə göstərəcəm. Belə telefondur, planşetdir, belə şeylərə aldanmayın da. Yəni girim telefondur götürəcəm, yox. Motosikletdir götürəcəm, yox. İndi girib mənə yazırlar ki, abi motosiklet götürdüm, nə bilim telefon götürdüm. Belə elədim, qəbul elədim. Yəni boşuna da telefon götürəsiz, 5 manatlıq, 3 manatlıq telefon kablosu gələcək. O da bir sən necədir? Burada sizi allatmırlar ha. Bax, bu planşetin üstünə girirsiniz. Burada məlumat yazılıb. Baxın, dayanıqlı, quruluşlu, incə, mat, qara, silikon qab. Bu, yəni planşetin özü deyil, silikon qabıdır. Belə şeylərdənsə, ondan sonra yəni dəyərli bir şey, əziyyət çəkirsə, dəyərli bir şey sifariş verir. Məsələn, çantadır. Bu telefon kablosudur. Telefonun özü deyil, yəni. Girin, yağçıqıdır, belə bir şey. Oyun konsoludur. Yəni, buradan seçin, dəyərli bir şeydən oxuyun. Yəni, nədir bu hədiyyənin içində? Onu götürün. Götürəndən sonra paylaşın WhatsApp-ınızda 6 nəfərə, 7 nəfərə. Paylaşandan sonra görəsiniz 100% olacaq. 100%-dən sonra pulsuz hədiyyəniz tamamlanacaq. Ünvanı falan yazırsınız. Ya kargodan götürürsünüz, ya da belə gəlir. İndi inanmayanlar üçün bəziləri deyir, inanmırıq, belə elədi. Baxın, mən yəni götürmüşəm, bir dəqiqə. Baxın, bu mənim sifarişim. Artıq bir dəfə götürmüşəm. Sifarişim uğurla tamamlandı. Baxın, bu da götürdüklərimdir, 4 dənə pulsuz. Bu da məsələn ünvandır, Mehtabat ünvanı. 8 aprel 2025-də ünvana çatdırılacaq. Bundan qabaqda 3 dəfə, 4 dəfə götürmüşəm. Sağ olun. Yenə nəsə lazım olsa şərhlər bölümündə yazarsınız, başa salarım.